İtirilmiş İsmət. Salam olsun xəzinədar Şozəbə, Şüeybə tayfasının fəxrinin və müsəlmanların beytülmalının iftixarının səbəbkarına. Şüeybə tayfası gərək fəxr eləsin. Möhkəm iman lazımdır ki, qızıl mədəninin üstündə əyləşəsən, amma şeytanın hiləsinə aldanmayasan. Həqiqi sözümdür, qardaş. Əgər mən sənin yerində olsaydım, mütləq nəfsimə aldanıb, hər dəfə bir-iki ovuc bu qızıllardan götürüb oğurlayardım. Qulağım zəif eşidir. Mümkünsə hündürdən danışın, sizi dinləyirəm. Cənab xəzinədar, ehtiyacım var. Gəlmişəm ədalət və səxavət bulağınızdan boğazımı yaşlayım. Döyüşənlərdənsən? Yox, bəli. Hansı cihadda? Qadınlarla olan cihadda. Xoşunuz gəldi? Qadınlarla olan cihadda təəccüblüdür. Düzdür, təəccüblüdür. Özü də çox təəccüblüdür. İcazə verirsiniz ağlayım. Niyə ağlayırsan? Mən sağlam adamam. Elə də əldən düşməmişəm. Lazım gəlsə 2-3 nəfər kişinin öhdəsindən gələrəm. Amma paltarımı soyunsam, bədənimdə bir dənə də salamat yer tapmazsan. Bütün bədənim cımcıq, cırmaq, bir də diş yerləri ilə doludur. Allaha and olsun, elə ki, öz davalarım yadıma düşür, ürəyim öz halıma yanır. İstəyirəm oturub özüm üçün göz yaşlarımı üzümə axıdım, ağlayım. Bəsdir ay ərəb. Sənin boy-buxununa yaraşmır arvadlar kimi oturub ağlayasan. Yaxşı, indi də görün bura niyə gəlmirsən? Eşitmişəm ki, bir cəngavərə ləyaqət nişanı veriblər. Özü də xəzinədarlıq tərəfindən, axı mən də istəyirəm. Ləyaqət nişanını o kəslərə verirlər ki, döyüş meydanında qəhrəmanlıq göstərib. Ərz elədim xidmətinizə. Siz hansı cəngavəri tanıyırsınız ki, caynaq və dişləri ilə silahlanmış 4 arvadın mühasirəsinə düşsün və davam gətirsin, hə? 4 arvadım var ki, kasıbçılıqdan şirə dönüb sübhdən axşama qədər bu bədbəxt biçarə Əbu Nəvasın üstünə hücum çəkirlər. Allah sizə belə gün göstərməsin. Bilmirəm, indiyə qədər sizi arı sancıb, ya yox. Elə ki, arvadlarım üstümə tökülürlər. Elə bil arı dəstəsi üstümə hücum eləyir. Dua eləyərəm, Allah sənə səbir verər. Dua istəmirəm, qardaş. Bir neçə sikkə istəyirəm ki, öz dərdlərimə dərman eləyəm. Bəlkə 5-ci arvadı almaq həvəsinə düşmüsən? Yox, əziz canınız üçün yox. Qələt eləyərəm. Bir neçə sikkə istəyirəm ki, dəvalım. İşlərimdə mənə kömək olsun. Ərz elədim axı, bir sürü əhli əyalım var. Tamah insanların axırına çıxacaq. Nə buyurdunuz? Çıx get Əbu Nəvaz. Dilinin şirinliyinə və zarafatlarına görə səni cərimə eləmirəm. Nə? Cərimə? Allah eləməmiş, məyər xəta eləmişəm? Ən böyük xətan elə axmaqlığındır. Sənin kimi yoxsul adam hansı səbəbə görə 4 arvad alıb? Sənə qurban olum. Anlamamışam, bir axmaqlıq da eləmişəm. Olub keçdi. Cənab Əbu Nəvaz, niyə xidmətə getmirsən? Yaxşı məvacib verirlər. Sən də ki, şükür Allaha sağlam və güclü adamsan. Əgər istəyirsənsə, səni qoşun başçısına tapşıra bilərəm. Mən ara döyüş hara. Əgər ölsəm, bu 4 arvad yiyəsiz qalacaq, müsəlman. Məyər döyüşə gedənlərin hamısı ölür, sən də öldürə bilərsən. Mən öz taleyimi yaxşı bilirəm. Allah bu dünyada məndən bədbəxt adam yaratmayıb. Siz hansı ərəbi tanıyırsınız ki,
17-18 uşağı var. Hamısı da qız. Yalnız biri oğlandı. O da hələ körpədir. Evdə zır-zır ağlayır. Əlindən nə iş gəlir? Dəyirmançılıq. Yaramır. Dəyirmançı Əbu Nəvas sənsən? Məni tanıyırsınız? Özü də necə? Yarımçıq un kisələrindən də xəbərimiz var. Məyər bu saray yiyəsiz qalıb ki, həm buğdasını, həm də ununu oğrayırsan? Ey, keşişçi! Canınıza and olsun ki, sizə səhv məlumat veriblər. Mən yalnız dəyirmançılıq payımı götürmüşəm. Mətbəxinizdə işləyənlərin özləri oğurlayırlar. Sonra da atırsınız, mən bədbəxt Əbu Nəvas Düz bildi dəyirmançının ki, boynuna. buğdayla onun çəkisinə nəzarət Yandı. eləyirəm. Dəyirmançının payı onda bir qədərdir, yarıba yarı yox. Cəmaatın əmanətinə xəyanət edirsən, ha? Mən bədbəxtə deyən lazımdır ki, sənin bu xəzinədarlıqda nə işin var? Gəlmişdim yaralarıma dərman qılmaq üçün bir neçə dirhəm dinar borc eləyim. Bu hoqqabaz oğrunu həbs eləyin, qoy ağlı başına gəlsin. Bilsin cəmaatın malını oğramaq nə deməkdir. Siz əgər oğru tanıyırsınızsa, ürəyiniz Beytülmala belə yanırsa, bəs nəyə görə bu xilafət oğrularının nökərçilik edirsiniz? Tutaq ki, yarım kisə un oğurlamışam, əslində oğurlamamışam. Bunu da bir neçə körpənin qarnını doyuzdurmaq üçün eləmişəm. Sizin kimi müharibə eləyib adam öldürməkdən ötürü oğurlamamışam. Allah sizin zülm evinizi dağıtsın. Allah sizi zəlil eləsin. Allahın qəzəbinə gələsiz. Allah sizin gününüzü qara Cənab xəzinədar buyurdu ki, eləsin. sarayın mətbəx işçiləri məvaciblərini almaq üçün sabah gəlsinlər. Bugün vacib işi var. Mətbəx işlərinə baxmağa vaxtı olmayacaq. Bugün mamaça gəlmişdi. Elə ki gözü qarnıma sataşdı, başladı məni o ki var danlamağa. Canından bezmisən, öz halına canın yanmır, niyə gəzmirsən, niyə çox yatırsan, niyə çox yeyirsən, gireyləndi. Dedi sən mənim sözlərimi qulaq ardına vurursan. Mən də başladım onu sakitləşdirməyə. Dedim xalacan, dərdim mənə gəlsin, niyə əsəbləşirsən? Vallah nə tapşırmışdınsa, hamısını bir-bir eləmişəm. Elə ki inandı, düz deyirəm, əlini qarnıma çəkib dedi, sən mütləq əkiz doğacaqsan. Qəşəngdir. Cənab xəzinədar, yatmısan yoxsa oyaqsan? Oyağam, Mariya xanım. Bəs hardaydın? Görmürsən buradayam? Yaxşı, de görüm nə danışırdım? Sən kudunun xüsusiyyətlərindən, şalğamın faydalarından danışırdın. Bu qədər məzəli zarafatlarınla nə əcəb təlxəy olmamısan? Gec deyil xanım. Mənim cavanlığım, gələcəyim hələ qabaqdadır. Nəsə olub ki, mən bilmirəm. Reyhanə yatıb. İndi yəqin yuxuda Bilalı görür. Bilalı görür. Qonşunun nökəridir. Cavan zənci oğlandı. Əcəbdir. Görürəm axı bu neçə günü keçi kimi o yan bu yana tullanır. Deməli belə, kəniz aşıq olub ağasınınsa xəbəri yoxdur. Bu nə oyundur? Onu elə tərbiyələndirərəm ki, bilsin eşq yeməlidir yoxsa geyməli. Axı biçarə nə günah iş O görüb bizim ki? kənizimizdir Maria. Azad deyil ki, ürək istədiyini eləsin. Bu bədbəxt qız neyniyib axı? Lap kilsədəkilər kimi danışırsan. Düzdür, o bizim kənizimizdir. Biz onun cismini almışıq, ürəyini yox. Yaxşı. Bu evin xanımının tələbləri qarşısında mənim boynum tükdən də nazikdir. Öz kənizindir. İstəsən ərə verərsən, istəsən də sirkiyə qoyarsan. Yaxşı da turşu alınar. Şozəb, nə barədə düşünürdün? Reyhanə bərk yatıb. Arxayın ol.
İstəyirəm İbn Ziyadı öldürüm. Nə etmək istəyirsən? İstəyirəm İbn Ziyadı öldürüm. Sənin kabus yuxun məni yuxudan oyatdı, Maria. Mən əminəm ki, Kufəlilər yenə də Əli övladlarına xəyanət edəcəklər. Necə ki, Əlinin başını yaraladılar, Həsənin ciyərlərini parçaladılar, Hüseyni də öldürəcəklər. Yezid İbn Ziyadı boş yerə Kufəyə hakim təyin eləməyib. Mərcanənin oğlu Kufə cəmaatının yuxu damarını tutmağı çox gözəl bacarır. Bugün o Kufə əşəriləri ilə bir araya gəldi. Əgər işlər bu qayda ilə getsə, tezliklə Kufə Ələvilərini də özünə tabi edəcək. İbn Ziyadın sağ qalmağı Hüseynin ölümü deməkdir. Bu çox təhlükəli fikirdir, Şozə. Aha, bilirəm. Sən onu necə öldürəcəksən? İbn Ziyadın adamları səni parça-parça edərlər. Onu mən öldürməyəcəm. Ələvilər öldürəcəklər. Bəlkə də Müslüm İbn Əqil onu öldürdü. Beynində nə fikirlər var, Şozəb? Nə plan qurmusan? Qorxma, Maria. Cəsarətli ol. Sənin Məsihim mənim Hüseynimdir, Əlinin oğlu. Oturub tamaşa eləyək ki, qanını töksünlər. Sabah qiyamət günü nə cavab verəcəyik? İbn Ziyadın ölümü Hüseynlə döyüşün başlamasını qətiləşdirəcək. Yezid Mərcanənin oğlunun qanının qisasına qalxacaq. Bunun üçün bəhanəsi də var. Yezidin əlində ən əsas bəhanə Hüseynin ona beyət eləməməsidir. O artıq Hüseynlə döyüşə başlayıb. Allaha and olsun ki, İbn Ziyad Küfəyə yalnız Hüseynin qanını tökməkdən ötəri gəlib. Şozəb, mənim tanıdığım Hüseyin döyüşmək fikrində deyil. O hətta öz müridlərini də döyüşə səsləmir. Bəli, o döyüşü sevmir, çünki Əlinin oğludur. Əli də döyüşü xoşlamazdı. Amma elə bir iş gördülər ki, döyüşməkdən başqa heç bir yolu qalmadı. Maria, sən mənim ən yaxın sirdaşımsan. Elə bilirdim bu söylədiklərimi eşidəndən sonra sevinəcəksən. Sənin sirdaşın olmağıma şübhən olmasın. Allaha and olsun ki, sənin sirlərini özümlə qəbrə apararam. Amma yəqin məndən razılaşarsan ki, sənin sirlərinin hamısı ürəkaçan deyil. İbn Ziyadı öldürmək üçün düşündüyün plan nə Hüseynin xeyrinədir, nə də onun müridlərinin. Özün bil. Bundan sonra lal olacağam. Bir kəlmə də olsun səndən heç nə soruşmayacağam. Yəqin belə olmağı sənin üçün də rahatdır. Çünki sirrini özündən başqa heç kim bilməyəcək. Sənin razılığın mənim üçün önəmlidir, Maria. Əgər narazısansa bir söz demirəm. İbn Ziyad hazırda böyük həvəslə öz qılıncını itiliyib hazırlayır ki, Hüseynin boynunu vursun. Biz də məcburuq onun yanında olaq. Hətta ağlamağa belə haqqımız yoxdur. Əgər bu dəfə də kabus yuxu görsən, xahiş edirəm mismar və çəkici mənim əlimə vermə. Şozə, Əli Buxtani adlı bir qızın təhriki ilə öldürüldü. O əlinin qanına susamışdı. Oğlu Həsən Cəhədə adlı bir qadının əli ilə zəhərləndi ki, atası Əlinin düşməni idi. Mənim kabus yuxumda da bir qadın var ki, adı Məsih-i Mariyadır. Amma o Əlinin aşiqidir. Ah, bu insafsızlıqdır. Mənə kömək elə, Şozəb. İstəmirəm Əli və övladlarının taleyində lənətlənmiş üçüncü qadın olum. Razıyam, ölüm. Amma bu əbədi zillətə düçar olmayım. Mən sənə kömək eləmək istəyirəm, Maria. Sən özün istəmirsən. Gəl Kufədən gedək, Şozəb. Kufədən gedək? Hara? Nə bilim, dünya biz düşündüyümüz qədər də kiçik deyil.
Axır əvvəl gəzib dolanıb özümüzə bir yer tapıb qalarıq. Sözün doğrusunu bilmək istəyirsənsə, biz Kufədə məhbusuq, Mariya. Nə qədər ki, İbn Ziyad Kufəyə gəlməmişdi, buradan çıxıb getmək barədə düşünməyin yeri var idi. Amma indi tərslikdən bir anda olsun məni gözdən qoymur. Əminəm ki, Kufənin qapısına çatmamış İbn Ziyadın vəhşi itləri bizi tikə-tikə eləyəcəklər, bilirəm. İnan mənə, Mariya, mən çox fikirləşdim. Yeganə çıxış yolu Mərcanənin oğlunun ölümüdür, vəssalam. Axı necə Şozəb, necə? Deməli belə. İbn Ziyadı razı salacağam ki, Hani İbn Ürvənin görüşünə getsin. Eşitmişəm Hani xəstədir. Məsələ burasındadır ki, Hani və tayfası Yezidin qatı müxaliflərindəndir. Əminəm ki, İbn Ziyadın ayağı Haninin evinə dəysə, oradan sağ çıxmayacaq. Kifayətdir ki, Hanini bu məsələdən xəbərdar eləyim. Mənim bu işdən gözüm su içmir. Sən Allah ehtiyatlı ol. Təvəkkül Allaha. Ümidvaram bu iş üçün etibarlı bir qasid tapılar. Sənin etibar eləyəsi bir adamın var. O da mənəm. Bilirəm. Çox sağ ol, Mariya. Çox sağ ol. Amma ehtiyatlı ol ki, Reyhanə bilməsin. Özün bilirsən ki, o uşaqdır. Bir tərəfdən də aşiq olub. Ola bilsin başını aldadıb sirlərimizi ondan öyrənsinlər. Bax, bu təhlükəli olar. Əgər siz Allaha yardım göstərsəz, o da sizə yardım göstərər, sizi sabit qədəm edər. Yaxşı. Bununla hamısı bir yerdə eləyir 3000 şam dinarı. Buyur, al mənim etibarlı dostum və köməkçim, Cənab Məqəl Ələvi. Ya əmi, Al götür. mən öz əlinlə ölümə göndərməyə nə cürəyin gəlir? Ələvilər bilsələr ki, sənin yaxın adamlarındanam, mənim dərimi soyarlar. Ah, nalə eləmə, qorxacaq. Ağlayıb, sızlayıb ürəyimi yumşaltma. Yoxsa bu vəzifədən çıxarıb ataram səni çölə. Başqa çarə yoxdur, Məqəl. Bu hoqqabaz Ələvilər elə bir iş görüblər ki, Müslim İbn Əqili tapmaq mənim üçün samanlıqda iynə axtarmaqdan da çətin olub. Yaxşı. Yalnız bu hilə ilə bilmək olar ki, Müslim hardadır. Ya Hani İbn Ürvənin evindədir, ya Süleyman İbn Sürədin, ya da ki, Müslim İbn Öpsəcənin. Mən yəqin bilirəm ki, Müslim İbn Əqil Muxtar Səqəfinin evində gizlənib. Yox, yox, ayaqmaq, yox. Muxtar işini bilən adamdır. İnanmıram o özünü bu təhlükəyə atsın. Düzdür. Ola bilsin nə vaxt onun evində gizlədib. Amma əminəm ki, sonradan bu fikrindən daşınıb. Bəs nəyə görə gedib Kufənin ətraf qəbilələrindən Müslim üçün beyyət toplayır, hə? O bu beyyəti özü üçün toplayır. Mən bu fırıldaqçı Səqəfi ilanı yaxşı tanıyıram. O öz təxt səltənəti üçün çalışır. Hüseyin bir bəhanədir. Sən Məqəli çox istəmirsən. Mədəni surətdə ölümümə imza atıb məni qurbangaha göndərirsən, hə? Məqəl. Məqəlcan. Ay sənə qurban. Sən mənim ən etibarlı yeganə vəfadarımsan. Mən bu 200-lü cəmaatın içində kimə etibar eləyim ki, mənə xəyanət eləməsin, hə? Bizi yıxmaq istəyən Şözəb kimilərinə, hə? Hə? Onda nəyə görə məsləhət üçün öz otağına onu dəvət elədin, hə? Çünki hal-hazırda ona ehtiyacımız var. Hə? Bu qədər soru-sual eləmə. Özünü də bilməməzliyə vurma, kəpiş. Axmaqlıq eləməsən, diqqətlə qulaq assan, heç bir xətər sənə toxunmaz. Bildin? Yaxşı.
İndi isə bir daha planı təkrarlayaq. İndiyə qədər 100 dəfə təkrarlamışıq. Ya əmir. Sən getdikcə məni hövsələdən çıxarırsan, yaramazın biri yaramaz. Mən bütün bunların hamısını sənə görə eləyirəm. İstəmirəm Allah eləməmiş başına bir iş gəlsin, ay axmaq. Mən evinin nökəriyəm əmir. Desən ki, ged özünə at oda yan, namərdəməyə eləməsəm. Yaxşı, bəsdir, qurtar. Baş Gəl üstə. planı təkrarlayaq. Lap Təkrarlayaq. yaxşı. Sən kimsən? Əlinin müridlərindən biri. Hardansan? Şamın yaxınlığından olan bir kənddən. Kövfədə nə işin var? Cihada gəlmişəm. Eşitmişəm Əlinin tərəfdarları Küfədə qiyama qalxıb Məlun Yezidlə olan beyyəti pozublar. Çünki Aferin, Yezid mərhaba. şərəfxordur, Aferin, əyyaşdır və aferin, namazı bax tərk belə. eləyib. Gəlmişəm Peyğəmbərin sədaqətli davamçılarına və Peyğəmbər balasına qoşulub mürtəd xəlifəyə və onun vələdüzünə hakimi Mərcanənin oğluna qarşı döyüşüm. Ay, yaramazın biri yaramaz, Yani- başını salım suya. Planımızda məni söymək yox idi. Hər nə söyüş bilirsən xəlifədir, Yezidədir. İşimizi möhkəm tutmağın nə eybi var axı? Səni də söyürəm ki, mənə qarşı onlarda heç bir şübhə qalmasın. Yaxşı, söy. Amma vələdüzina Bəs yox. nə deyim? Məsəl üçün, de ki, şərəfxor, Şərəfxor, əyyaş, əyyaş, zalım, zalım, dinsiz. dinsiz. Mərhaba, bax belə. Yaxşı, yaxşı, yaxşı. Sonra nə, sonra nə? 3000 şam dinarı gətirmişəm ki, hamısı atamdan mənə qalan mirasdır. Mənim Mövlam Hüseyn İbn Əlinin elçisi olan Müslim İbn Əqilin yanına aparın. İstəyirəm cihada köməkli üçün bu qızılların hamısını onun özünə verin. Əhsən. Mən Müslim ibn Əqiləm, qardaş. Qızılları ver mənə. Zəhrimar, davam elə. Mən bilirəm sən niyə burada gizlənirsən. Çünki o zatı qırıq Mərcanənin oğlu. Hey! Bağışla. Axmaq. Yenə də mənim mərhum valideynlərim sözsən? Yaramaz İbn Ziyad belə yaxşıdır. Yaxşı, yaxşı, pis deyil, afərin. Valideynlərimə nə vermişsə ki, ala bilmirsən. Yaxşı, yaxşı. Sən İbn Əqili tanıyırsan? Mən Haşimilər ailəsini yaxşı tanıyıram. İbn Əqil də Haşimilərdəndir. Əminəm ki, onu görən kimi tanıyacağam. Yox, Niyə? olmadı. Olmadı məqəl. Yaxşı ki, 100 dəfə təkrarlamışıq, axmaq. Mən bilmirəm sən niyə görə işin bu yerinə çatanda çaşırsan. Sən Əqili tanıyırsan. Oxşarlığına görə oğlunu da tanıyırsan. Ona görə çaşıram ki, Əqili görməmişəm. Şərt deyil ki, sən Əqili görmüsən ya görməmsən. Əsas odur ki, tayfa başçıları bilsinlər ki, sən Əqili görmüsən və Müslimi də tanıyırsan. Onda səni həqiqi Müslimin yanına aparacaqlar. Mən planın elə bu yerindən qorxuram. Bəlkə məni ehtiyat üçün imtahan elədilər. Birdən başqasını mənə göstərsələr və mən də onu Müslüm kimi qəbul eləsəm, onda biləcəklər ki, mən yalan danışıram və Əqili də görməmişəm. Onda başıma haranın külünü tökəcəm, hə? Yaxşı, onda bəs neyniyək? Ondan sonrası mənli idi, sənin işin olmasın. Məqəl, birdən 3000 şam dinarını aparıb yalançı Müslümə verərsən, ha? Ay, hay, heyif mənim zəhmətimdən. Görünürsən, hələ də məqəli yaxşı tanımalısan. Cəmaata hiyləni mən öyrədirəm. Sən mənə hiylə öyrədirsən? Ay, yaramaz hiyləgər. Məqəl, Can ya əmir. nə badə bu əyin başla gedəsən? Yun paltar geyin. O zınqırovu da saqqalından at o tərəfə ki, sənə daha çox inansınlar. Gərək əsl mücahidlərdən olum. Yeri. Lap yaxşı, kifayətdir Mariya. Əgər bunu həkimin istəyirsə, mənim sözüm yoxdur. Amma məscidə tərəf getmə. Reyhanə, Bəli xanım. bugün üzərliyi yandıracaqdın ki, ağamıza göz dəyməsin.
Allah öldürsün məni. Dünən qalan üzərlikləri yandırdıq, qutardı. Yadınızdan çıxıb, bugün almalıydıq. Get qonşudan borc al. Baş üstə xanım. Dayanıb çənə vurmayasan, ağamız işə tələsir. Baş üstə xanım. Ağam çəkmələrini geyinənə qədər gəlirəm. Maria, yadında olsun ki, özünü heç nədən şübhələndirməyəsən. Kim olduğunu təkid eləyib soruşsalar, deyərsən Mərcanənin oğlanlarından birinin arvadı və əlinin şiyəsiyəm. Yalan danışa bilmərəm. Maria, burada yalan danışmaq qəbaət deyil. Şozəb, qeyrətin necə qəbul eləyir? Mən Mariyayam Şozəb, sənin həyat yoldaşın. Bunu təsəvvür belə eləmək olmaz. Maria, qeyrətim olmasaydı, mən də minlərlə bir qeyrət küfəllər kimi satqınlıq eləyib çörək yeyərdim. Daha özümü bu təhlükəyə atmazdım. Kim olduğumu təkid eləsələr, cavab vermək mənlikdir. Arxayın ol, özümü xəzinədar Şozəbin arvadı kimi tanıtırmayacağam. Çox yaxşı. Ola bilsin Müslüm İbn Əqil Haninin evində olsun. Uca boylu, enli kürəkli, qara saqqallı, iri gözlü, çatma qaşlı bir kişi. Müslümü tanıyıram. Sən sözümü de. Tanıyırsan? Bəli. Bir gün Hüseynin dəvət məktubunu imzalamaq üçün məscidə gedəndə orada gördüm. Soruşdu, bacı, hansı tayfa və qəbilədənsən? Sahibin var, ya yox? Nə badə ərinin icazəsi olmadan bu qorxulu sənəd imzalayasan? Mən də cavab verdim ki, bu dəvətə imza atmaq imanıma aid olan məsələdir. Buna icazə lazım deyil. Əcəbdir. Mənim heç bunlardan xəbərim yoxdur. Sən bu hökmləri nə vaxt öyrənmisən? Mən bir ömür müsəlman olduğum halda bu hökmü eşitməmişdim. Yaxşı, indi ki eşitdin. Reyhanə gəldi, amma sən hələ də sözünü deməmisən. Müslümü görsəm neyniyim? Müslümə deyə Nəqil. Küfəlilər həmin adamlardır ki, Malik Əştəri fitnə xeyməsinin 10 addımlığında iflic elədilər. Onların beyətinə bel bağlama. Malikin qılıncı indi sənin əlindədir. Nə qədər ki, Quran nizələrə taxılmayıb, işi bitirin. Narahat olmayın. Narahat olmayın. Nigarançılığa səbəb yoxdur, əmir. Bu qədər əsəbləşməyin, əmir. Bu qədər qışqırmayın, əmir. Bunlar bir neçə nəfərdən ibarət az bir dəstədir ki, hədə qorxumuzu eşidən kimi gəlib əmrin ələyağından öpəcəklər. Buyur. Gəldilər. Onlar bizim hökümlərimizə heç etinab eləmirlər. Bu yaramazlar bizimlə heç iki kəlmə də olsun oturub söhbət eləmədilər ki, bəlkə qan tökmənin qarşısını almaq üçün bir çıxış yolu tapardıq. Qurana and olsun ki, onlar bizim nəfəsimizi belə murdar sayırlar. Bizimlə oturmağı, söhbət eləməyi böyük günah hesab eləyirlər. Buyur, bu bizə qarşı çıxmaq deyil. Səncə bu bizimlə açıq-aşkar müxalifətçilik deyil? Hə? Mərhum, Maviyədən eşitdim ki, buyurdu, İraq cəmaatı Hüseyin İbn Əlini qiyama vadar eləməyincə ondan əl çəkən deyil. Doğrudan da düz demişdi. Yaxşı tanımışdı. Həm İraq cəmaatını, həm də Hüseyin İbn Əlini. Ruhu şad. Yaxşı bilirdi ki, Küfə və Küfəllər necə nankör cəmaatdır. Ruhu şad olsun. Salam olsun hirsli əmirə. Şözəb, bugün moizə eşitməyə halım yoxdur. Beytülmala aid sözün varsa de, yoxdursa gedə bilərsən. Əgər qərardırsa Beytulmal məsələlərini əmir həll eləsin, onda mənə nə ehtiyac var ki? Əmir məsləhətləşməyi təklif elədi, mən də gəldim. İndiki ehtiyac duymursuz, mən mürəxəs ola bilərəm. Qal Şözəb, qal. İşlərimiz Küfə ələviləri ilə heç də yaxşı deyil, qal. Müşkül nədir, əmir? Müşkül? Müşkül neydi, Əbn Həris? Əmir istəyirdi Ələvi tayfalarının böyükləri ilə müzakirə eləsin. Amma hərəsi bir bəhanə ilə əmirin istəyini rədd elədi. Hani xəstəliyi bəhanə elədi. Süleyman İbni Sülədi Xəzai
ayə oxudu. Fitnə aradan qalxana qədər onlarla vuruşun. Müslüm İbni Övsəcə isə nərə çəkib dedi, mənim qan tökənlərlə nə işim var? Həbib İbni Məzahir Əbri də... Həris, bəsdir, kifayətdir. Eşitdin Şözəb? Bundan başqa cavab versəydilər, Ələvi olmazdılar ki. Əmir buna görə əsəbidir? Yaxşı. Səncə əsəbləşməməliyəm? Əlbəttə ki, yox. Elə ki, başqa paltarda Kufəyə daxil olduz, güman elədim ki, Əmraz gəlib. Həmin Əmraz ki, hirsini cülovlayıb ələ alır, az nərə çəkir və çox təbəssüm eləyir. Qılınc bağlamır, çünki pambıqla baş kəsir. Quranı niziyə taxmaqla məğlubiyyətə uğramış döyüşü də qələbəyə çevirməyi çox gözəl bacarır. Şözəb, sən düşünürsən bu cəmaatı yenə aldatmaq olar, hə? Niyə olmaz ki? Amma bir şərtlə ki, əmir Əmrasın getdiyi yolla getsin. Bura bax Şözəb, mənim əlimdə nə qədər hiylə oxum vardısa hamısını atmışam. Əlim boşdur. Meydanın əmirası olmaq istəyirsənsə, Bismillah. Çox gözəl. Fəqət bir şərtlə. Sən də mənimlə gələcəksən. Əmirin yanında olmaq üçün şərtə ehtiyac yoxdur. Bu bir təklifdir. Əgər əmir istəyirsə, canla başla gəlməyə hazıram. Lap yaxşı. Əuzü billahi minəşşeytanirrəcim. Bismillahirrahmanirrahim. Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. Kimsən bacı? Əlinin müridlərindən biri. Kimin qasidisən? Əlinin müridlərindən birinin qasidi. Hansı qəbilədənsən? Şiə qəbiləsindən. Kinayə ilə danışma bacı. Kim olduğunu və kim tərəfindən göndərildiyini bilməyincə sözlərini dinləyən deyiləm. Özünü tanıttırmamaqda üzürürsənsə, gedə bilərsən. Ya şeyx, mənim kim olduğumun, kim tərəfindən göndərildiyimin nə əhəmiyyəti var? Fərz eləyin İbn Ziyadın qasidiyəm. Mən bura sizdən söz almaq üçün gəlməmişəm ki, sabahsı gün ona görə başınız ağrısın. Sizin vəzifəniz gətirdiyim xəbəri dinləməkdir. Nədən qorxursunuz? Bu evdə yalnız və yalnız Allah qorxusunun yeri var. Bacım, mən Hani İbn Ürvə Məhsəkiyəm. Əlinin xəcalətli müridlərindən biri. Böyük cihad meydanında qüsurum olub, ona görə də peşmanam. Bizim bütün əməllərimizə nəzarət eləyən Allahdan başqa heç bir bəşər övladından qorxum yoxdur.
Biz qorxunu beşikdə öldürmüşük. Mənim nütfəm yalnız Əli məhəbbəti ilə bağlanıb. Bəs nə qədər ki, mənim qonağımsan, qorxudan söz açma. Biz Yecidə olan beyəti pozmuşuq. Çünki o şeytanın əl oyuncağı və öz nəfsinin əsiridir. Əgər günahımızın sübuta yetməsi üçün dəlil və sübuta ehtiyac olarsa, onda bizim imzamızla Hüseyin İbn Əliyə göndərdiyimiz məktublar buna bəsdir. Kimsən? Bir Allah bəndəsi. Allah şeytana lənət eləsin. Qızdırma məni əldən salıb, bacım. Əgər yenə də kinayəli danışıb, sözümə etinasızlıq eləsən, məcburam səni qovum. Özünü tanıtdırmasan və kim olduğunu deməsən, evin kənizlərinə tapşıracam, cəsusluq günah ilə səni cəzalandırsınlar. Mən aciz bir qadınam, şeyx. Qorxağam. Sizin kimi şir ürəkli deyiləm ki, qəlbimdəki məhəbbəti açıq-aşkara hamıya bəyan edeyim. Mən belə vəziyyətdə əziyyətə qatlaşıb bura gəlməyi özümə borc bildim. Düşünürdüm ki, təqvalı və cəsur Ələvi şeyxi məndən adımı soruşmaz. Yalanı haram saydığıma görə istəmirəm yalançı ad və nişanə ilə sizin başınızı aldadım. İndiki sözlərimi eşitmək istəmirsiniz? İcazə verin, bundan artıq sizi narahat eləməyim. Əstəğfirullah. Allah, sən özün keç günahımdan. Sübhanallah. Sübhanallah. Mənim bacım. Hardan bilim ki, sənin bura gəlməkdə məqsədin cəsusluq deyil. Cənab Hani, mən bu evə girəndə yalnız bir kəniz gördüm. Deyəsən lal və kar idi. Əlinin işarəsi ilə mənə qapının ağzından birbaşa sizin yanınıza olan yolu göstərdi. Əgər siz də mən cəsusun bu evin sirlərindən xəbərdar olmamağımı istəyirsinizsə, heç nə danışmayın. Sadəcə məni dinləyin. Çox qəribədir. Bu cür zirək və hazır cavab qadın görməmişdim. Sözünü de, bacı. İbn Ziyad sizin yanınıza gələcək. İstəyir Osmanın köynəyi kimi bununla avam cəmaatın başına allatsın. Küfəlləri yaxşı tanıyırsınız. İbn Ziyadı da tanıyırsınız. Bilirsiniz ki, o Əmrasın xələf varisidir. Onu məhv ediyin. İbn Ziyad sağ qalsa, Hüseynin aqibəti atası Əlinin və qardaşı Həsənin aqibəti kimi olacaq. İbn Əqilə də çatdırılası sözüm var. Əgər mümkünsə siz ona çatdırın. Mən xəstəyəm, bacım. Görmürsən? İbn Əqilə deyiləsi sözün varsa, ged özün de. Kaş bunu bacarıydım. Hər halda Kufəlilər həmin adamlardır ki, Malik Əşdəri fitnə xeyməsinin 10 addımlığında iflic etdilər. Onların beyyətinə bel bağlamayın. Malik Əşdərin qılıncı indi sizin kimilərin əlindədir. Nə qədər ki, Quranı nizələrə taxmayıblar, hilənin kökünü kəsin. Mən öhdəmə düşən vəzifəni bilirəm. Amma təəssüf ki, ölüm yatağının əsiriyəm. Ey adı dərdlərə dərman olan, zikri isə şəfa olan Allah. Allah şəfa versin. Yastığınız yüngül olsun. Çox sağ ol, bacım.
باور کن تنها ماندی دلا. Film 2008-ci ildə dublyaj olunmuşdur. Filmi tərcümə edənlər Ceyhun Cəfərov, Yusif Bağırov, Kamran Nəcəfov, Mais Ağaverdiyev, Mehrab Xəlilov. Dublyajın rejissorları Vüqar Camalzadə və Mahir İbrahimov. Redaktor Kamran Nəcəfov. Səs rejissoru Eldar Məmmədov. Filmi səsləndirdilər Səidə Quliyeva, Almaz Amanova, Mətanət Atakişiyeva, Şəhla Əliqızı, Ofeliya Məmmədova, İlham Əskərov, Hacı İsmailov, Kazım Abdullayev, Pərviz Bağırov, Abbas Qəhrəmanov, Qədir Hüseyn İsmailov, Rəşid Səməndər, Məzahir Cəlilov, Azad Şükürov, Mahir Mirişov, Elşən Rüstəmov. بی باور بی یقین